Yuxu kimi serialı başlayır. Camal, neynirsən? Deyirdim başım gicəllənir. Yıxılarsa nə gəl uzan? Getdilər. Nə danışdınız, nə dedi? Yaxşı oldu Fəridə, yaxşı. Yaxşı yox, əla oldu. Nə dedi ki? Qulaq as, sən axşam növbəsinə gələndə yemək gətirirsən. Hə. Yeməyibsən ki. Ay yox, başım elə qarışdı ki, elə durub orada. Sən canı ged onu qızdır gətir. Ojundan mədəm sıyrılır. Camal, sən Aynurun canı, nə dedi? Asla deyirəm, yaxşı oldu da, sabah görəcəksən. Səni ləzzətli bir sürpriz gözləyir. Get yeməyi gətir. Geçenleri, yaşananları bir yada salan anan yüreğidir. Dünyanın derdine min hesabına her defa katlanan yanan yüreğidir. Olup geçenleri, yaşananları bir yada salan anan yüreğidir. Çok büyük ümidle bakan çayır
bir yada salan anan ürəkdir. Dünyanın dərdinə, min hesabına hər dəfə qatlanan, yanan ürəkdir. Olub keçənləri, yaşananları bir yada salan anan ürəkdir. Sabaha çok büyük ümidle bakan, çaylar tek güllayan akan yüreğidir. Sabaha çok büyük ümidle bakan, çaylar tek güllayan akan yüreğidir. Çalış ki sen onu
O. Nə xəstəxana? Camal? Kimdən dalaşıb? İndi mən nə edeyim? Uy, hə, yaxşı. Onda gəlirəm. Onda özüm gəlirəm. Kim dalaşıb? O dünən bizə alma gətirən heyvərə. Bəs sən hara gedirsən? Bizdə bazarlığı zad o eləyir deyə. İndi məcburam özüm gedim. Çay içməmiş çıxırsan. Qalxma. Mən tez gedim bazarlıq eləyim. Gəlim səhər yeməyini birlikdə yeyərik. Nə qədər vaxtda gəlirsən? Sən hələ ki yat. Mən gedib gəlməyin biraz çəkəcək. Nə oldu qadası? Darvaza açıldı. Odur. Görsən tək yaşayır. İndi gedib də axşam qalacaq. Nə fikirləşsən? Girsən. Nəyə gəlmişəm, oyun oynamıram ki. Nə vaxt girsən? Qoy bir iki dəqiqə keçsin. Beçə yarım saat gözləyək. Niyə? Arxana Allah ki getdi. Əşyağı səhər tezdəndir. Küçə boş deyildi. Birazdan gəlib gedən artacaq. Gəl bu yana, gedir. Telefon vibrasiyaya qoydum. Gözdə qulağda ol, nəsə olsa xəbər elə. Cevdet.
Cövdət, hələ getməmsən? Köstəbək deyirdin, evdə heç kim yoxdur. Sənin heç kim olmamalı. Özünü zibilə salmaq istəyirsən məni? Kim var idi ki? Nə bilim, cavan qız idi, yoldaşıdır, bacısıdır. Gördü səni. Yox, vurdum, yıxıldı. Arxadan vurdum, görmədi. Bir şey götürə bildin. Nə götürəcəm? Deyirəm, evdə adam var idi. Heç axtara bildim ki. Gəl görüm. Təsliyə bax, ey. Sən niyə durursan? Durub sən nə deyə gedirəm. Axşam sağ pul vermişdim, onu qaytarma. Hara gedirsən? Fərdə işim var, deyirəm pulu qaytarma. Pulu nə edirsən? Az o pul kafein pulu deyil, bazarlığın pulu. Sana deyirəm o pulu qaytarma. Bəs sən gelib danışdın axı. Dedin əvəzinə başqa adam getdi. Başqa adam getdi deyən o pulu mənə hədiyyə vermədilər, pulu qaytarma abi. Hara gedirsən? Pul sənin nəyinə lazımdır? Lənət sağ, kör şeytan. Fərdə, acından ölürəm. Gedirəm yemək yeməyə, pulu qaytar deyirəm. Ha, burada verirlər də yemək. Az buranın yeməyi yeməkdir, gedirəm xaş yeməyə, deyirəm pulu qaytar. Camal, icazəsiz getmək olmaz. Sərvinaz xanım sənə kağızı verməli. Fərdə, mənə qışqırtma burada. Sana deyirəm pulu qaytar. Sərvinaz xanımından axşam danışmışam. Gələr, yazar, kağızı götürüb özündə saxlayarsan. Pulu qaytar, tez elə işim var. Allah. Sən nə vaxt çıxsan? Birazdan növbəni təhvil verib gedəcəm. Sərvinazı görməmiş getmə. Düzdür. Sərvinaza deyərsən ki, 1-2 saata gəlir. Hara gedirsən? Fərdə, evdə o ləzzətli bir süfrə aç. Axşam sana demişdim də, sənin üçün ləzzətli bir sürprizim var. Sabahın xeyir ana. Sabahın xeyir. Sağ ol. Keyfin yoxdur. Bilsəydim axşam deməzdin. Nə? Camalı döydüyümü. Güya sən deməsəydin bilməyəcəkdi. Hardan biləcəkdin ki? Vəsiqən hanı? Nə vəsiqə? Şəxsiyyət vəsiqə. Hanı? Bilmirəm, maşında olar da yəqin ki. Neyniysən ki? Hardan ağlına gəldi vəsiqə? Allah. Hardaydı ki? Hardan alıbsan?
Camal verdi. Axşam ərəb zəngili eləyəndə cibindən düşürmüsən. Ha, axşam niyə demirdin? Desəydim nə dəyişirdi ki? İstədim gecəni rahat yatasan. Ha? Ona görə demirdim. Neçə dəfə demişəm ey Fəxri. Eşitmirsən ki. Ümumiyyətlə səndə cırtqozluq var. Onda əsəbləşdin, getdin cəmaatın evini yandırdın. Bəlkə də o hadisə olmasaydı, mən o Maksud köpək oğlunun sözünə inanmazdım. İndi də Camal. Camalın özü kimdi ki, sözünün çəkisi də nə ola? Camalın elə istəyi oydu ki, sən ona bir şillə vurasan, gəlib bizi soğan kimi soya. Səndən pul istədi o. Məni əsəbləşdirmə, dişini qıcıyıb əsəbimlə oynama. Onsuz da özümü güclə saxlayıram. Bax Fəxri, sənə deyirəm. Sonuncu dəfə deyirəm. Bir də sənin adını Camalın ağzından eşitsəm, onda tərs üzümü görəcəksən. Camal söhbəti bitdi. Vəssalam. İndi keçirəm o bir əclafa. Gördüyüm gündən demişəm ki, mənim o cövdətdən zəhləm gedir. Niyəsini bilmirəm. Amma o düzgün adam deyil. O əməli salih adam olsaydı, Camalın cavabını özü verərdi. Yoxsa qaçıb gəlib sənə xəbər verməzdi. Bu zibilin hamısı onun sözünə görədir. İndi özünə deyə bilmirəm ki, ay əclaf. Ya sən məni bəhanə eləyib gəlmişdin. İndi niyə cəhənnəm olub getmirsən? O boyda Bakıda bir kafe tapılmır ki, sən orada işləyəsən. Çınarın bir zənginlə durub rayona qaçıb gəlir. Gülüdə hacar yoxdur ki. Yox, gülü olmaz. Bax, gör kimdir. Bibidir. Xeyr ola bu vaxtda. Bugün dədənin ad günüdür. Yəqin ona görə gəlib. Ay, hə. Özü 50 yaşı tamam olur. 50 yaşlı dədən o cövdəti yanından tula kimi niyə hərləyir? Onu bilmirəm. Bunu sənə ona görə deyirəm ki, Fəxri. Həyat bir rəhli deyil, bala. Heç kimin köyünə getmə. Bibi, Can bibi. xoş gəlibsən. Nətərsən? Xoş gəlibsən, Ayıldız. Çox sağ ol. Gəl, geç içəri. Tezdən ona görə gəldim ki, iş yerində bu söhbəti eləmək olmur. Durun gedək Çınarın yanına. Üçümüz də. Bu gün ad günüdür. Gedək onu təbrik eləyin. Axşam özüm evə gətirəcəm. Ulduz. Bax, Ələskəri də bazara göndərmişəm. Bazarlıq eləyir. Gülüyə də özüm kömək eləyəcəm. Qəşəng süfrə açacağıq. Siz gedək eləcə quru-quru təbrik eləyin. Ulduz. Bax, Sərinaz, bəhanə eləmə də. Ay Ulduz, Fəxrin canı bəhanə eləmirəm. Gör nə deyirəm, Gedə bilmərəm, işdə olmalıyam. Səbəbi də odur ki, polis gələcək. Niyə? Qardaşın oğlu dünən axşam qoçaqlıq eləyib. Camalı it balası kimi döyüblər. Niyə abala? Matula demişdi. Sən yeni diş durumlusan. Mən də dedim. Mən də danlamışam. Camal haram turasıdır sən ona baş qoşsan. Mən getdim Ələskərəmin dalından bazara, qalsam məni danlayasınız. Sağ olun. Gəl, gəl içəri. Bu gedə diş durmur da. Gör gedib kimə baş qoşur. Zahir salam, sabahın xeyir qadas. Nətərsən? Zahir, bugün atamın yubileyidir, evdə qeyd eləyirik. İstəyirəməsə belə qeyri-adi bir şey eləyək. Nə eləyə bilərik? Quzu?
Əla, əla. Sənin əlin qızılıb da. Gəlirəm birazdan. Leman! Oyanmısan Leman? Leman! Leman! Leman ne oldu sana? Leman! Leman oğlum bak. Gel, geç. Gedibsə, yəqin ki, işə gedib də. Cəhənnəmə. Yenə heç olmasa ona qanacağı çatıb ki, işi yarımçıq qoymaq olmaz. Yox, Sərvinaz xanım işə getməyib. Zəng eləyib ora xəbər elədi ki, xəstəxanadayım, gələ bilmərəm. Mən də dedim ki, həkimin icazəsi olmadan getmək olmaz. Dedi ki, sizinlə axşam danışıb, dayı nə danışmısınız onu demədi. Ha, çox sağ ol. O dalaşdıq adamlardan bir söz demədi. Yox, Sərvinaz xanım görməyib də. Və saxı dedi, başına torba keçirmişdilər. O kağız nədir? Bunu axşam siz gələnə qədər növbətçi həkimi yazdı. Ha. Amma baxıram ki, çox ağır yazıb. Başa düşürəm, Yəni onu pis niyyətlə yazmayıb. Həm də bildi ki, mənim yoldaşımdır, indi bizə yaxşılıq eləmək istəyib. Camal özü səhər durdu, getdi. Baxın, görün, bəlkə nəsə dəyişmək lazımdır. Axşam müstəntiq gördü bu kağızı. Yox, kağız məndə idi, göstərməmişəm. Bu şeydir, buna fikir vermə. Yəni heç belə yazmağa ehtiyac yox idi. Yəni tapşıraram yüngülvari bir şey yazarlar. Hə, lap yaxşı. Sərvinaz xanım, axşam Camalla nə danışmısınız bilmirəm. Amma kefi yaman kök idi. Eləncə deyirdi ki, hər şey yaxşı olacaq. Sərvinaz xanım, çox sağ olun. Allah sizdən razı olsun. Minnətdaram sizə. Bu Cövdət deyil. Cövdət kimdir Sərvinaz xanım? Ha, baya. Sən axı onu tanımırsan. Al bunu at, özün də gəl. Cövdət, nə oldu? Başa aça bilmirəm nə oldu Sərvinaz xanım. Sən bir bax. Səhər işdən zəng gəldi ki, o Camal işə çıxmayıb. Durdum, tələsik getdim. Rəman onda yatırdı. Geri qaydanda gördüm ki, yıxılıb yerə. Harda? Qonaq otağında. Təzyiqi ya nəysə başqa bir xəstəliyi var. Qıcılması yox idi. Yox, sağlam adamdır. Yəni indiyə kimi belə bir şey olmayıb.
Sonda düz yerdə niyə yıxılsın? Başa aça bilmirəm də. Gecə köynəyində çıxıbmış otağa. Stul da axışmışdı. Ona görə deyirəm ki, yıxılıb. Ayıldı Sərvinaz xanım. Ha, gəl görüm. Nə olub qızım? Başım ağrıyır Sərvinaz xanım. Ağrı kəsici vermisiniz? İndi ayılıb, bu saat gətirərəm. Niyə yıxıldın qızım? Başın gicəlləndi, yoxsa nəysə oldu? Vurdular məni Sərvinaz xanım. Kimsə vurdu. Kim vurdu Ləman? Evdə heç kim yox idi axı. Bilmirəm Cövdət. Kimsə arxadan vurdu. Boynumdan. Kim vura bilər qızım? Bəs yoldaşın deyir evdə tək olmusan. Bilmirəm. Mən yatırdım. Evdən səs gəldi, elə bildim Cövdət qayıdıb. Çağırdım, cavab gəlmədi. Sonra çıxdım qonaq otağına. Onda vurdular. Evə adam girmişdi. Bilmirəm. Stul daşmışdı. Yəqin ki, kimsə gəlmişdi. Kim gələ bilər ki, Ləman? Mən gedəndə qapını açarla bağladım, gələndə də özüm açdım. Bilmirəm Cövdət. Amma evə kimsə girmişdi. Qızım, necə vurdular? Dedim, boynundan vurublar. Nəylə vurdular? Bilmirəm. Səs zat heç nə eşitmədim. Birdən boynumdan küt ağrı hiss elədim. Sonrası yadımda deyil. Onda belə çıxır ki, evə oğru girib. Evdə nəysə bir şey, yəni fərqli bir şey hiss eləmədi. Mən içəri girəndə Ləmanı yerdə gördüm deyə özümü itirdim də heç nəyə fikir vermədim. Stul da axışmışdı deyə elə bildim özü yıxılıb. Əgər Cövdət evinizə oğru giribsə, yoldaşın özü yıxılmayıbsa, ona kimsə xəsarət yetiribsə, bu artıq cinayət işidir. Polisə xəbər verməlisən. Bilirsiniz, Sərvinaz xanım, ola bilər kimsə girib evə. Amma bu dəqiqə mənim üçün vacib olan Ləmanın səhhətidir. Ləmanın səhhətinlə biz maraqlanırıq. Sən narahat olma. Mən gerisi üçün deyirəm. Sabaha gün bir fəsad törənsə, polis səndən yapışacaq. Polis məndən niyə yapışsın ki? Əgər dediyin kimidirsə, yoldaşına xəsarət yetirən adamın tapılmasında sən niyə maraqlı olmayasan ki? Bilirsiniz niyə elə deyirəm Sərvinaz xanım? Çünki bir dəfə də olmuşdu, Ləman özündən getmişdi evdə. Yadımda anamla söhbət eləyəndə özündən getmişdi, abiləmə də bizdəymiş. Ay sağ ol. Ona görə deyirəm ki, bəlkə yenə elə olub. Bəlkə evdə heç kim yox uymuş, qulağı səsə düşüb. Lap evə oğru giribsə deməli nəsə götürüb də. Mən gedim bir evə baxım. Bəlkə heç nə yoxdur, yalandan niyə hayküy salırıq ki? Hə, Ləman, gedim mən bir evə baxım, həm də sənə pal-paltar gətirim. Nə deyirsən? Necə istəyirsən Cövdət? Olar Sərvinaz xanım. Öz evinə gedirsən də, get. Məndən niyə cəza istəyirsən? Hə, yaxşı, onda mən gedim. Başın bəlkə ağrıyır qızım? Bəli. Bir dəqiqə. Ha. Bir də ağrı bu hissədədir. Bəli, bəli. Başın tomoqrafiya elətdirin. Həkimə də deyin, diqqətli olsun. Oldu Sərvinaz xanım. Narahat olma qızım. Hər şey yaxşı olacaq. Çox sağ olun Sərvinaz xanım. Su istəyirsiniz xanım? Sizə su gətirim? Zəhmət olmaz.
Vay, Məryəm xanım. Salam. Salam Sərvar. Hoş gördük. Nə yaxşı gəlmişsiniz. Elə indi sizə zəng vuracağım. Abbas o Cəmaldan mən ifadə almalıyım. Dünən özün yaxşı hiss eləmirdin. Cəmalı boş verin. Onsuz da Cəmalın işi gücü bütün gün onu bunu qapmaqdır. O sizin qabağınızda elə sarıya bilər. Bizə elə şeylər keçmir. Dünən deyirəm ki, səhər gəlib səni ciddi müayinə elətdirəcəm. Tezdən gəlib baxıram ki, qaçıb gedib. Hara gedib? Hara gedəcək? Yəqin o dalaşdıq adamlar zəng vurur. Gedib onlarla barışıb, oradan da gediblər arab işməyə. Mənim sizə ayrı sözüm var. Gedə, qızım, zəhmət olmasa bizə yaxşı bir çay gətir, gedirik otağıma. Yaxşı. Sən gecə növbədə olmuşsan, qızım. Bəli. Ay, yaxşı, çay gətir, sonra get dincəl. Yaxşı balam. Çox sağ olun. Buyur, 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 gedək. Gel kızım, gel. Buyur, buyur. Geç əyləş. Sizin işiniz kızım çok çətindir. Ben bilirim. Ama xəbəriniz yoxdur ki, bizim işimiz də zülm, zillətdir. Heç də sizinkindən geri qalmır. İnanın, nə gecəmiz var, nə gündüzümüz var. Bütün bunları ona göre deyib başını ağrıdıram ki... Yox, narahat olmayın, xoşdur. Xoş günün olsun kızım. Hə, ona görə deyirəm ki, işimizlə əlaqədar bizim də əsəblərimiz həmişə karımda dayanır. Sən indi maşallah cavansan, subaysan, sən tab gətirə bilirsən, dayanırsan. Amma mən ev, ailə qayğılarım da var axı. Bir də görürsən, buranın hirsini aparıb evə tökürəm. Sonra da peşman ollam. Dünən evə təzəcə girmişdim. Heç mən də almamışdım. Zəng gəldi ki, qayıtmalısan. İnan ki, heç gecə 3 saat yatmışam, yatmamışam. Bilmirəm. İndi də işə gəldim ki, bəs təzə problem var. Gəl qızım, gəl. Çox sağ olun. Nişasın. Sən git dincəl. Sağ olun. Bizə bura bir gəlin gətirdilər. Huş üstündə döyüldü. Yoldaşını tanıyıram, Fəxrin kafesində işləyir. Soruşdum ki, nə olub? Dedi ki, bəs yoldaşım yıxılıb özündən gedib. Qızı aylanda dedi ki, məni vurublar. Dedim, kim vurub? Dedi, görmədim. Ərinə deyirəm ki, əgər yoldaşını vurublarsa, polisə xəbər ver. Araya söz qatdı ki, bəs mənim yoldaşımın özündən getməsi var idi. Onda belə çıxır ki, qadını yoldaşı vurub. Mənə də elə gəlir. Bəs onda qadın niyə desin ki, onu kimsə vurub? Qız aylanda huşu tam üstündə döyüldü. Əvvəl dedi, vurublar. Sonra yoldaşı sözünü dəyişəndən sonra bu da başladı ki, bilmirəm deməyə. Qadın yəqin ki, buradadır da, hə? Ha, palatadır. Bəs yoldaşı o burada? Yoldaşına bir-iki sual verdi. Dili topuq çaldı, cavab verə bilmədi. Aradan qaçdı, getdi. Bəhanəsi də bu oldu ki, gedim evə baxım, bəlkə nə isə oğurlayıblar. Mən qadını görə bilərəm. Ay qızım, əyləş çayını iç, soyutma. Yenə elə təzə olursun. Çayını iç. Zahir, başlayıbsan. Salam müdür, xoş gəlmisiniz. Başlamışam müəllim. Siz üçün bir qəşəng, düyülü, lobyalı, yarpaq dolması, içi doldurma quzu bişirəcəm. Bütöv. Allah. Nə qədər çəkər bu? Biraz vaxt lazımdır, 3-4 saat çəkəcək müəllim. Sən canlı ilə kişinin yubileyinə çalışsın, Tutacaq, inşallah tutacaq. Elə bir quzu bişirəcəm ki, bütün məclis bu quzudan danışacaq. Bu deyiş nə? Zəngini gözləyirəm. Oldu müəllim, qadam var.
Götürüb tapıb. Yoxsa sinəbəndə aldığımı Maksuda demişdi bu corbacor. Görəcə ağlıma gəldi soruşum. Ne olacaq? O əclaf olacaq. Bir dənə balaca diqqətsizliyin gücünə baxayım. Gör adamı necə zibilə salır. Hara gedirsən, ay eşkəy, hara gedirsən? Sən paltarda götürməlisən axı. Ha qonşu, həmişə azadlıqda, nə yaxşı oldu səni gördüm. Vətənsən, mən elə bilirəm səni tutublar. Tutmuşlar Cemal, bıraktılar. Nə yaxşı, həmişə evində, işində, gəl bir səni qucaqlayım. Yavaşsan Allah, yavaş kürəm. Ne olub ay Cemal, bu ne gündür? Qardaş, yaman yıxılmışam aç. Harada? Belə ayıqda olmasın, hamamda. Ayağımın altında savunlu oldu. Üz üstə nətər yerə dəydimsə, indi qolum, qaburğam, hamısı ağrıyır. Yaşlaşırıq da qardaş. Hara geçsən, gəl aparım səni. Gül tikanına yerəm. Gül tikanı, burada yaxında gül tikanı var. Qəşək güllər oradadır. Gəl əyləş aparım. Maşın sənindir. Mənim də ölü, amma yoxlayıram da, əlimə yatsa fikrim var götürüm. Gəl, gəl otur. Qonşu, sualım biraz belə nahtara sıxacaq. Səni nə yaxşı buraxdılar? Öldürəni tapdılar. Yox, elə tapılmayıb. Heç bilinmir kimdir. Bəs səni nə yaxşı buraxdılar? Yoxladılar, gördülər ki, mənim onunla heç bir əlaqəm yoxdur da. Heç üzünü də görməmişəm, bilmirəm deyə kimdir. Canın üçün axşın. Xəbərləri telefonda oxudum internetdə. Fəridə gətdi göstərdi. Görən kimi dedim ki, iki dünya biri ola, Akşinin bu işdə əli yoxdur. Niyə elə qəti qərar verdin ki, Acam? Qardaş, bu rayonun bir dənə problemi var da. Kimin bostanında xiyar əyiribdir, onu ya sərvinaz eləyib, ya çınar eləyib, ya da ki, gədələri. Salam Məlik. Salam Məlik. Bir dənə qəşəng buket hazırladı mən üçün. Necə bir şey istəyirsiniz? Ürəyin nə sən istəyir, əsas odur ki, qəşəng olsun. Baş üstə. Salam. Gəl Cövdət, gəl. Ləmanın yoldaşı. Sağ ol. Paltarlarımı gətirdim. İndi necəsən? Yaxşıyam. Tək. Yoldaşınız dedi ki, evə getmisiniz. Nəsə oğranıb evdə? Xeyr. Heç nə uğurlanmayıb. Mən özüm baxdım evə. Hər şey öz yerindədir.
Məncə evə girən olmayıb. Amma yoldaşınız deyir onu vurublar axı. Bəli, yoldaşım deyəndə mən də eşitdim. Aylan da elə dedi. Mən bilmirəm nə məsələdir. Tibbi müayinə də eyni şeyi təsdiqləyir. Bəli. Tomoqrafiya eləmişik, rentgendə. Ensə nahiyəsindən zərbə alıb. Siz əminsiniz ki, sizi vurublar? Bəli. Xanım, əgər evə kimsə qarət məqsədi ilə giribsə, ola bilər heç nə tapmayıb və ya axtarmağa imkanı olmayıb. Deyək ki, qəfildən qarşısına siz çıxmısınız və sizə xəsarət yetirib. Siz də huşunuzu itirmisiniz, yıxılmısınız yerə. Belə olan təqdirdə o sizin barmağınızdakı üzüyü və qulağınızdakı sırğanı götürməli idi. Üzüylə sırğanın əyarı qızıldı da, hə? Bəli. Bəs onda niyə götürməsin? Bilmirəm. Cənab kapitan, siz elə qəribə suallar verirsiniz ki. Bu yazıq indi ayılıb. Heç nə baş verdiyini anlamayıb. Özü də deyir ki, onu vuran şəxsi görməyib. O nə bilsin, niyə götürməyib? Cövdət müəllim, mən bu sualları ona görə verirəm ki, bəlkə evə girən şəxs heç qarət məqsədi ilə girməyib. Bəlkə sizdən ədavət aparan biri var. Bəlkə qisas məqsədi ilə girib. Yox, bizim düşmənçilik elədiyimiz adam yoxdur. Dəqiq. Bəli. Siz zəhmət olmasa bayırda gözləyin. Ehtiyac varsa mən də çıxım. Zəhmət olmasa. Buyur Cövdət. Ləman xanım, bizim qadınlar adətən fədakar olurlar və bütün vəziyyətlərdə öz həyat yoldaşlarını müdafiə eləməyə çalışırlar. Mən bunu bütün xanımlara deyirəm. İndi ola bilər ki, siz şikayət eləmək istəməyəsiniz. Amma ən azından deyib yüngülləşə bilərsiniz. Sizi həyat yoldaşınız vurub. Siz nə danışırsınız? Belə şey heç mümkün də deyil. Cövdət heç vaxt mənə əl qaldırmaz. Onun bunun üçün heç səbəbi də yoxdur. Cövdət məni niyə vursun ki? Cövdət, Bəli, Sərməz xanım. dünən Camal kimlənsə dalaşmışdı, bura gəlmişdi. Gecəni burada qalıb. Polis də onu dindirmək üçün gəlmişdi. Ləmanı onda görüb. Və sən narahatsan. Adam narahat olar da Sərvinaz xanım. Oturduğumuz yerdə başımıza iş gəlib. Buyur Ülker xanım, bu güllər sənin üçündür. Yox, əvvəl səbəbini de, sonra qəbul eləyim. Nə münasibətləndir? Belə tez-tez videoları çəkmək sənin hobbindir, yoxsa peşə vərdişindir?
Cavan oğlan, xahiş edirəm cümlələri düzgün qurasız. Mən hər yetəni videoya çəkmirəm. Bu ancaq müstəsna insanlar üçündür. Telefonunda müstəsna insan kimi qeyd elədiyin şəxsin həyatında Simur quşu rol oynadığından xəbərin varmı? Əgər o videonu çəkməsəydim, mən indi bilmirəm, axırım necə olacaqdı. Əlində gül dəstəsi, kadr çox gözəl görünür. Gülü qəbul eləyirəm, amma bir xahişim var. Gəl bir selfie çəkək. Məmnuniyyətlə. Təşəkkür. Götür. Selfimizi çək. Yox, çəkməyək. Niyə? Çəkməyək, istəmirəm. İstəmirsən çəkməyək. Amma bu nə reaksiyadır, başa düşmədim. Bir şeyi xatırlatdın mənə, o barədə danışmaq istəmirəm. Onda mövzunu dəyişək. Çayla davam eləyək, yoxsa kofe ilə? Ürəyin necə istəyir? Gəl. Hə, Bəxtiyar. İşinə düşmüşəm küçələrə borc axtarım. Oralarda bir şey yoxdur. Ağ xalatdı, paqon zat. Yox, mənim sizin küçədə nə işim var? Nəsə, gözdə qulaqda ol da səndə. Nəsə olsa xəbər ver. Oldu. Mənə nəsə demək istəmirsən? Nə barədə? Dünən polisdən çıxandan sonra getdiniz Məryəmgilə? Məryəmgilə? Hə də, və Söhrə nənə səni qonaq çağırmışdı evə. Nəsə sürpriz eləyəcəkdi. O da yadımda qalır. Yadımdan çıxmaz axı. Və səni videoya çəkmişdim. Məryəmlə neçə dəfə baxdıq. Yerdən polisdən çıxanda Nüsrətlə getdim. Ona yola salırdım. Nüsrətin getməli olduğunu Məryəm bilirdi. Hə, Məryəmlə görüşəndə Nüsrət məni gözləyirdi həyətdə. Yəqin ona görə dəvət eləməyib. Yoxsa mütləq çağırardı. Zöhrə nənə mənə nə sürpriz eləyə bilər axı? Deyəsən, sən nəsə bilirsən. Yox, mən heç nə bilmirəm. Üstündə niyə bu qədər maraqlanırsan? Maraqlanmalıyam da. Əsərimin qəhrəmanı deyilsən. Bəlkə o sürpriz o qədər maraqlı oldu ki, romanımın sonuncu fəsli olacaq. Sən nəsə bilirsən? Yox, bilmirəm. Amma bilmək istəyirəm. Ancaq maraqlandırdın məni. Mənə elə gəlir nədirsə, çox maraqlı sürprizdir. Əgər elədirsə, onda Məryəm məni niyə təkrar dəvət eləmədi? Səbəb Nüsrətdirsə, onda bu gün təzdən zəng eləyib çağıracaq. Bəlkə heç dəvəti gözləməyəsən. Elə indi duraq gedək. Zöhrə nənə də sevinər. Məryəmin xətrinə dəyməz. Niyə dəyir ki? Onsuz da səni Zöhrə nənə çağırmışdı da. Gedək görək nə deyir. Bəlkə mən tək gedim. Bəlkə elə sürprizdir ki, sənin yanında eləmək istəməz. Yox, elə şey olmaz. Mən də video çəkəcəm. Və səni arxivləşdirirəm axı. Xahiş eləyirəm, Simur quşunun funksiyasını xələl gətirmə. Gedək. Yaxşı, gedək. Hə, olur.
Çınar, qadan alaram səni. Sizdən zəng eləyirəm. Tezindən Sərvinaz çağırmışdı ki, gəl gedək Çınarı təbrik eləyək. Mən gəlib sizə çatana xəstəxanadan zəng elədilər ki, hadisə olub, polislər tökülüb bura, tez gəl. Ay Ulduz. Canın üçü, yoxsa gəlirdi. Ulduz. Ay can. Bəzəmə Ulduz, bəzəmə. Canın üçü dedi, gəl gedək. Ona görə Ələsgəri bazara göndərmişdim. Gəlib, o da buradadır. Pişir düşürlə məşğul. Ulduz, niyyətini də başa düşürəm. Niyə yalan danışsan, onu da bilirəm. Dünənləri mən sana nə dedim Ulduz? Demədimmi ki, sinənə döymə, Sərvinaz səni eşitməyəcək? Mənə inanmırsan Çınar. Yox, inanmıram Ulduz. Mən sənə yalan danışmaram axı. Buna bax, telefonu bağladı üzümə. Gəlmir eləmi? Yox, acığa düşüb. Üzümə bağladı telefonu. Belə baxanda kişidir də, tərs tərəfinə salır. Sən işin tərsliyinə bax. Allah and olsun Gül, Fəxri bu oqqanı çıxartmasaydı, Sərvinazın yaxasından tutub sürüyə-sürüyə aparacaqdı. İndi mən nə qayırma Ulduz bacı? Süfrəni hazırlayım ya saxlayım? Belə şey olmaz. Bunları barışdırmaq lazımdır. Ələsgəri götürüb gedəcəm. Ələsgər də kömür dalınca gedib, qoy görüm nə vaxt gəlir. Əsmər həyətdəyəm. Hara gəlim, harda oturursan? Hə, yaxşı. Salam gərək. Salam Əsmər. Necəsən? Yaxşı olasan. Xeyir ola. Sənə işim düşüb, qonşu. Qonşu. Qonşu neçə idi köçüb, indi yadına düşmüş, hə? Xeyirdir mi? Xeyirdir inşallah. Gəl, gəl geç. Sonun xala nətərdir? Həminki sonat da, şükür. Özü yatıb özdür hələ. Ona da şükür. Nəsə gətirsinlər? Yox, yox, işlə lazım deyil. Bəli. Əsmər. Deməli, mənim bir dostum var. Yaxşı da oğlandır. Nə qədər vaxt Rusiyadadır. Əli də yaxşı gətirirdi. Amma indi nəsə yazığı ilişdiriblər. Anası da dünən il axşam çağırdı məni, onlardaydım. Hamısını danışdı mənə. Yazıq arvadı ağlayıb özünü öldürür ki, oğluma pul lazım. Borc da götürmək istəmir. Amma əlində qızılı var, onu satır. Dedi, gör, tanış olsa, adam tapsan, təcil onu pula çevir. Da onda mənim yanıma niyə gəlmirsən? Mən bəyəm qızıl alver edirəm. Vallahi fikirləşdim, ağlıma heç kim gəlmədi. Dedim, bəlkə sən kömək eləyəsən. İndi baxma da, burada bək gedən yerdir. Tez-tez gəlib gedən olur. Dedim, bəlkə tanışın olar. Belə bahalı şeydir ya. Əlim yandıdadır deyə ucuz satır. Yəni işə keçirə bilsək, sənin də xeyrin olacaq. Nədir ki? Boyun bağı. Çox bahalıdır. Göstərim də. Bax, qaşları da brilyant. Al baxda qadınsan, yəqin başın çıxar. Satsaq babat xeyrin olacaq. Elə sənin də mənim də. Neçəyədir? Belə dedi, qiyməti 30 mindir. Amma tələsir deyə 25-ə satır. Amma adam tapsaq 20-yə də razılaşar. 20-dən doyana sata bilsək ikimizindir. Bölürük.
fikirləşirsən? Neyləyə bilərsən? Sözün açığı elə bir tanışım yoxdur. Amma gözəl şeydi. Çox xoşuma gəldi. İmkanın varsa götürə bilərsən. Yox, məndə o boyda pul nə gəzir? Sən götürsən 15-ə də verər. Mən danışıb razı salaram. Yaxşı. Qoy qalsın onda məndə. Görüm nə edirəm. Yox, əmanətdir. Səndə qalmasın. Alası olsa xəbər eləyərsən, gətirərəm. İstəyən olsa xəbər elə. Salam Çinar müəllim. Salam. Salam aleyküm. Aleyküm. Qələmdəki nədir belə? Boyunbağıdır müəllim, satırlar. Çinar müəllim buranın sahibidir. Baxmaq olar. Yəqin qaşları brilyant olur da. Bəli, müəllim, brilyantdır. Yaxşı şeydir. Xoşum gəldi. Neçədir? Mənim deyil, dostumun anasındır müəllim. Belə qiymət 30 mindir. Tələsir deyə 25-ə verir. Sizin də xoşunuza gəldi? Bəli. Qızım universitetə girəndə hədiyyə axtarırdım. Layiqli bir şey tapa bilmədim. Mən aparım onu, anası baxsın. Əgər bəyənsə, sabah gəl, pulumu götür. Olar? Olar. Qohumumdur. Yox, Köhnə məhəllədə qonşu olmuşuq. Adın nədir? Gəray. Gəray? Oldu Gəray. Sabah görüşürüz. Bu niyə özün belə dardır? Amma yaxşı adamdır. Nəsə davranışı zat xoşuma gəlmədi. Sənə görə dillənmədim, yoxsa verməzdim. Sonra çırt-pırt eləməz. Yox, nə danışırsan? Tək elə olsun. Ay maşallah Qədirim, afərin, afərin sənə. Yaxşı, bunu bildik, başarırsan. Bir də görüm, dərslərini necə oxuyursan? Mən əlatçıyam nənə, hamısı 5-dir. Bu 2 qat sənə afərin mənim balam. Nənənin sənə hədiyyəsi var, şirniyyət hədiyyəsi. Qoy gətirin. Darvaza bizim darvazanın səsidir. Hə, nənə. Sən gələn onu bağladın ki? Yox.
Bakayım görüm o kimdir, ben yaşmır. Kimdir, gel. Zöhrə nənə, salam. Salam. Zöhrə nənə, gəlmək olar. Qədir balam, sən git dərslərini. Zöhrə nənə bizi niyə belə qarşılasın ki? Deyirəm, bəlkə xəbər vermədən gəlmişik, xətrinə deyib. Gərək gəlməmişdən qabaq xəbər eləyərdik. Niyə xətrinə dəysin ki? Burada pis nə var ki? Bilmirəm. Deyirəm, bəlkə bizi tanımadı. Yaşlı insandır da ola bilər. Gəl, görüm. Deyirəm ki, getməyə utanıram. Amma qapıdan qayıtmaq da ayıbdır, yaxşı deyil. Gəl, gəl. Bu gülü mənə gətirmisiniz? Yox, Zöhrə nənə. Bunu bayaq Akşin almışdı. Mənim gül alan yaşımdır indi. Zöhrə nənə, deyəsəm, münasib olmayan vaxta gəlmişik. Əgər elədirsə, biz gedək. Elə qəfil gəldiniz ki, çaşdırdınız məni. Uşağa şirniyyat verəcəkdim, yadımdan çıxdı. Niyə dayandın, nə fikirləşirsən? Biz səhv elədik. Gərək gəlməmişdən qabaq xəbər eləyərdik. Bilmirəm, nə də səhv elədik. Amma mən bir şey başa düşmədim. Xahiş edirəm, zəng elə Məryəmə özürxahlıq elə. Əvvəl istədim özüm zəng edeyim. Özüm gəlmədi. Xahiş edirəm, zəng edeyim. Hə, Ülkər, salam. Salam, Məryəm, salam. Məryəm, səndən üzr istəyirəm. Deyəsən səhv eləmişəm. Nə olub? Sözün açığı nədə səhv elədiyimi bilmirəm, amma deyəsən səhv elədim. Nə olub axı? Akşindən görüşdük, indi də bir yerdəyik. Aha. Akşin mənə təşəkkür elədi o video məsələsinə görə. Mən də onu zorla apardım sizə.
Yazıq heç getmək istəmirdi. Dedim, yox, gedək Zöhrə nənəyə üzrxahlıq elə. Nəyin üzrxahlığın? O gün süfrə açmışdı, nəsə sürpriz eləmək istəyirdi. Getdiniz? Hə, getdik. Amma deyəsən nənən narazı qaldı. Nəsə dedi? Yox, xətrimizə dəyəsi bir söz demədi, amma çox soyuq qarşıladı. Belə başa düşdüm ki, gedişimiz onun ürəyincə olmadı. Bir də yığış eləyirdi, deyəsən harasa gedirdi. Bilmədim, ona görə soyuq qarşıladı, yoxsa... Nə yığış? Hara gedir ki? Bilmirəm, özü demədi, biz də soruşmadıq. İlker, mən telefonu qapadıram, sonra danışarıq. İncidir, hə? Məryəm? Hə də. Yox, incimədi, amma narahat oldu. Məncə o getdi evə. Niyə? Məncə Zöhrə nənə bizi görəndən sonra Bakıya getməyə qərarına gəldi. Başa düşmədim, oyunla nə əlaqəsi var? Mən də başa düşmədim, amma burada nəsə var. Gərək sabah Məryəmdən dəqiqləşdirim. Nəyi dəqiqləşdirəcəksən? Mənə elə gəlir ki, bu evdə nəsə baş verir. Heç nə baş vermir. Biz səhv elədik. Əgər evə dəvət eləməkdirsə, Məryəm elə özüdlə deyərdi də. Nasa ilə razılaşdım. Sən də düz deyirsən. Amma bizim bilmədiyimiz şeylər var. Nə ola bilər axı? Sabah dəqiqləşdirərəm. Gedək. Əgər nigarançılığın Məryəmləndirsə, narahat olma. O səndən inciməz. Bunu mən sənə zəmanət verirəm. Buyurun. Salam. Eşidirəm. İstədiyimi gətirmişəm, buradadır. Buyurun, bax. Nəyə baxım? Axşam nə danışdıq? Demədiniz ki, Fəxrinin adını çəkmək istədiyini alaram. İstədiyim budur, buradadır. Elə də baha deyil, 5000 manatdır. Sən lapaq eləyirsən ha, Camal. Nə ağ eləyirəm, Özünüz demədiniz ki, ürəyin nə istəyir ona. Bunu istəyir də ürəyin. Burada nə var ki? Birdən elə bilərsən ki, acığa çıxıb maşını alıram, Yox, elə deyil. Qorxudan alıram. Buradan məni işə götürsən, oradan da oğluna deyirsən ki, ged onun mitilini at. Nə də acığına gəldi? Sən nə səfək-səfək danışırsan? Fəxri ilə mən niyə dav eləməliyəm? O niyə məni döyməlidir? Allaha and olsun, mən sizdən qorxuram. Sizə yaxın gələnin başına iş gəlir. Akşin getdi, ailənin itkin düşdü. Malikin meyidi gəldi. Buradan da Salman. Sabahdan olacaq bilmirəm. Ona görə qorxuram, mən piyada gəzə bilmərəm. Bir də gördüm, Fəxri gəldi, maşınla üstümdən keçdi. Xətrinə dəyməsin, Biz də adamıq da. Sənin qızın xaricdə oxuya bilər, mənim qızım maşında otura bilməz. Həyatdır da, hər şey olur. Bir də gördüm, sabah Fəxri məni işdən çıxartdı. Heç olmasa bu maşınla mən də aləmə 5 qəp çörək pul aparım da. Gələndə Akşinlə görüşdüm. Salamlaşdıq. Dedim, xeyir ola.
Dedi buraxdılar mən. Günahım yoxdur, buraxdılar. Heç nə demədim. Salman haqda da heç nə demədim. Dedim, Akşin, mən bilirəm ki, sənin bu işlərdə heç bir günahın yoxdur. İndi məni də çağıracaqlar. Dünən izahat verməliydim, verməmişəm. İndi yəqin ki, polisə çağırırlar. Oradaydı bunun nömrəsi. Bu şəklini çəkmişdim axı. Qardaş, hardasan? Hə. Hə, sən get nətərsə, mən də gəlirəm ora. Hə, götürmüşəm, pul üstümdədir. Oldu. Mən sənə dedim ki, Akşindən sənə qardaş olmaz bala. Əmişə evində. Polis oğlunu tapsa sinəbənd ortaya çıxacaq. Sərfinaz öz sinəbəndini görsə tanıyacaq. De görün bu nətər olub evdən çıxır. Bircə onu bilirəm ki, bu qarayın xırtdəyim mənim əlimdədir. O da o evdə. Bu evdə qalan kimdir?